Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, sabahınız xeyir olsun. Bəli, qeyd ediniz ki, tıxaclar artıq paytaxtın ayrılmaz tərkib hissəsinə çevrilib. Elə biz də hər səhər bununla bağlı informasiya təqdim edirdik və tıxacın olduğu ünvanlardan təqdim edirdik informasiyaları və elə həmin ünvanlardan biri də Əbdülvahab Salamzadə küçəsidir ki, indi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat bildirilib ki, bu küçədə bir yenilik olacaq. Yenilik nədən ibarətdir? Burada deməli Əbdülvahab Salamzadə küçəsindən və Qələbə dairəsindən gələn avtomobillər Ziya Bünyadov prospektinə dönmək üçün Tbilisi prospektindən keçib, irəlidə bu gördüyünüz ara kəsmə olan hissədən dönüb Ziya Bünyadov prospektinə hərəkət etməli olurlar və təbii ki, baxın, indiki məqamda da burada nəqliyyat sıxlığı müşahidə olunur. Məsələ bu səbəbdən dolayı Ziya Bünyadov prospekti daha rahat tez dönə biləcəkkən insanlar burada dəqiqələrlə, hətta bəzən saatlarla tıxacda qalmalı olurlar. Amma indiki məqamda qeyd olunur ki, artıq məhz bu problemin aradan qaldırılması üçün bir yenilik tətbiq olunacaq. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyə dönmə edən nəqliyyat vasitələri hərəkət axınının sürətini deyilir ki, əhəmiyyətli dərəcədə azaldır və mövcud problemin aradan qaldırılması üçün ərazidəki ara kəsmə ləğv olunacaq. Yəni söz buradakı, yəni məsələ buradakı ara kəsmədən gedir ki, bu gördüyünüz ara kəsmə görüləcək işlərlə aradan qaldırılacaq və bununla da Ziya Bünyadov prospektinə birbaşa çıxış təmin olunacaq və bununla da geriyə dönmə manevrlərinə ehtiyac aradan qalxacaq və hərəkət axıcılığının deyilir ki, təmin olunacağı bildirilir və layihə çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq. Yəni, bu da o deməkdir ki, Əbdülvahab Salamzadə küçəsindən və Qələbə dairəsindən gələn avtomobillər, hansı ki biz deyirdik, Ziya Bünyadov prospektinə keçid etmək üçün böyük bir məsafə qət etməli olurlar. Bu proses işıqforla tənzimlənəcək və elə indiki məqamda da bu həm yəni yeniliyə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözü gedən bu ara kəsmə ləğv olunacaq və avtomobillərin Əbdülvahab Salamzadə küçəsindən Tbilisi prospekti ilə hərəkət edib yəni bu qədər uzun bir məsafəni qət etməsinin aradan qaldırılması üçün ərazidə işıqfor təmin olunacaq. Yəni həm ara kəsmə ləğv olunacaq, həm də işıqfor təmin olunacaq və bununla da artıq Ziya Bünyadov prospektinə gediş-gəlişin rahatlaşdırılması nəzərdə tutulur. Amma irəliləyən istiqamətlərdə nələr olacaq və təbii ki, bu proses digər istiqamətlərdə nəqliyyat sıxlığını daha da artırırsa, məhz bu istiqamətdə azaldılacağı deyilir. Amma indiki məqamda indi irəliləyən zamanlarda işin görüləcəyi nəzərdə tutulub. Amma hələ ki, yenilik budur. Elə bu istiqamətdə də yolun genişləndirilməsi ilə bağlı biz elə ərazidə olduğumuz müddətdə də işlərin görüldüyünü də müşahidə etdik və sözü gedən dediyimiz yeniliklər də irəliləyən dövr ərzində nəzərdə tutulub ki, yenilənsin. Və dediyimiz kimi, məsələ Əbdülvahab Salamzadə küçəsindən və Qələbə dairəsindən gələn avtomobillərin Ziya Bünyadov prospektinə keçidinin rahat təmin olunması məqsədi ilə sözü gedən bu ara kəsmə ləğv olunacaq və ərazidə birbaşa Ziya Bünyadov prospektinə girişi, keçidi təmin etmək üçün işıqforun quraşdırılacağı bildirilib. Əldə etdiyimiz informasiyalara diqqətinizə çatdırmağa çalışırıq. Təbii ki, məsələ bu istiqamət, sırf bu istiqamət səhər saatlarında nəqliyyat sıxlığının ən çox müşahidə olunduğu istiqamətlərdən biridir. Çünki elə müxtəlif istiqamətlərdən gələn avtomobillər məhz bu qovşaq nöqtə hesabı ola bilər ki, bu istiqamətdə bir araya toplaşır və insanlar səhər saatlarında, günün pik saatlarında saatlarla, dəqiqələrlə tıxacda qalmalı olur və indiki məqamda da elə sözü gedən yeniliklə bağlı informasiyalara diqqətinizə çatdırmağa çalışdıq. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Kifayət qədər ətraflı məlumatı çatdırdın Rəqsanə. İndi isə digər bir bağlantımızı yaradacağıq.